Çox sağ olun, dəyərli Sahibə xanım, hörmətli millət vəkilləri. Bugün energetika sahəsinin hüquqi tənzimlənməsində çox mühüm bir yeni qanun layihəsi, istilik təchizatı haqqında Azərbaycan Respublikası qanun layihəsini biz müzakirə edirik. Qeyd etmək istəyirəm ki, bu mühüm sənəd və bütövlükdə bu sahədə həyata keçirilən qanunvericilik islahatları Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən enerji siyasətinin tərkib hissəsidir. Möhtərəm Prezidentimizin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bugün təkcə regionda deyil, qlobal miqyasda da enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən birinə çevrilmişdir. Bildiyimiz kimi energetika sahəsi ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olaraq mühüm strateji əhəmiyyətə malikdir. Son illərdə bu sahədə aparılan islahatlar nəticəsində bir sıra yeni mütərəqqi qanunlar qəbul etmişik. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrdən istifadə haqqında, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında, elektroenergetika və energetika haqqında qanunlar artıq qüvvəyə mindikdən sonra öz bəhrəsini verməyə başlamışdır. Bu qanunların qəbul edilməsi, beynəlxalq təcrübəyə əsaslanan müasir alətlərin ölkəmizdə tətbiqinə imkan yaratmış, enerji istehsalında, idarəçiliyində və səmərəliliyində mühüm irəliləyişlərə səbəb olmuşdur. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində əldə edilən nəticələr Cənab Prezident İlham Əliyevin yaşıl enerji kursunun nə qədər strateji və vaxtında olduğunu bir daha təsdiq edir. Xüsusilə qeyd etmək istərdim ki, bu sahədə bizdə olan məlumata görə bir neçə qanun layihəsi də hazırlanıb və hal-hazırda müxtəlif mərhələlərdə razılaşdırma mərhələsindədir. Yeni qanunların qəbulu, beynəlxalq təcrübədə geniş yayılmış və müasir çağırışları özündə ehtiva edən alətlərin ölkəmizdə tətbiqinə imkan vermişdir ki, bu da müvafiq sahələr üzrə qısa müddət ərzində əməli nəticələrin əldə edilməsinə imkan yaradır. Qeyd edək ki, ölkə iqtisadiyyatının əsasını təşkil edən energetika sahəsində qanunvericiliyin təkmilləşdirilmə işlərinin aparılması bugünkü iclasımızda da davam etdirilir. Belə ki, elektroenergetika haqqında Azərbaycan Respublikası qanunun 3 aprel 98-ci il tarixli 459 nömrəli qanunu ilə tənzimlənən istilik təchizatı sahəsində adı çəkilən qanun qüvvədən düşdüyündən bu sahədə müəyyən boşluqlar yaranmışdır və istilik təchizatı haqqında qanunun qəbulu bu sahədə boşluğu aradan qaldıracaqdır. İstilik təchizatı sahəsi energetika sahəsinin əsas sektorlarından biridir. Bu sahənin beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf etdirilməsinə ehtiyac var. Hazırlanan qanun layihəsi özündə beynəlxalq təcrübəni həm yaxında Türkiyənin, Avropanın və SNG dövlətlərindən bir çoxunun belə deyək ki, nəticələrini ilə tanışlıqdan sonra xüsusi nəzərə alınaraq hazırlanmışdır. Azərbaycan bu sahədə mövcud qanunvericilik, belə deyək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2003-cü il 303 nömrəli qərarı ilə tənzimlənir. Lakin bu bütövlükdə həmin sahənin tənzimlənməsini tam əhatə etmir. Layihədə subyektlərin hüquq və vəzifələri, dövlət orqanlarının səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən olunur, subyektlər arasında münasibətlər tənzimlənir, əsas məqsəd sektorun inkişafına nail olmaqdan istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Qanunla bir sıra yeniliklərə imza atılmışdır. Burada əsas məqsəd yeni tikilən çoxmənzilli yaşayış binalarında mərkəzi istilik sistemlərindən istifadə edilməsinin artırılmasına nail olmaqdır. Qeyd edək ki, qanun mərkəzi istilik sistemlərindən istifadə ilə bağlı məsələləri tənzimləyir, fərdi istilik sistemləri quraşdırılması və onun istismarı ilə əlaqədar münasibətlər isə digər hüquqi aktlarla tənzimlənir. Hazırlanmış layihə, enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərər vurulmaması, enerji resurslarından səmərəli istifadə edilməsi şərtlərini rəhbər tutaraq, istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təsis edilməsi kimi nəticələrin əldə etməsinə imkan verəcəkdir. Çox mühüm qanunlarımızdan biridir və deputat həmkarlarımı qanun layihəsinə müsbət səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.